mövzusuna toxunacağıq. Sərbəst işlərin göndərəndə promptu da həmin sərbəst işin yanında göndərsinlər. Süni intellektdən necə tapşırıq verir? Yaxşı tələb olmalıyam ki, mən materialları dərs prosesində müəllimdən öyrənib və düzgün istifadə edeyim ki, mən məsələn fasaqda bir sınıf materiallardan istifadə edəcəm. 20 ildən sonra indiki səviyyədə bilən əmək resurslarının 80%-ını əmək bazarından kənarlaşmaq ehtimalı var. Kimlər ki, ixtisas üzərində, öz üzərində çalışmaq istəmir, onlara təsir edəcək. Süni intellekt bəzi ixtisas saylarını artıq əvəzləməyə başlayır. Məsələn, su tərcüməçi. Kimisə onu o qədər təkmilləşdirir ki, o artıq dönür sizin əməkdaşınıza. Fərz verin ki, siz tək kadr deyilsiniz, siz artıq şöbəsiz. Siz müdürsüz, o da sizin əməkdaşınız. Bizim qızıl yanaşmamız bu olmalı, mən bunu düşünürəm. Olaraq müəllifin əsərini təhlil edirdim və mənə orada neologizmləri tapmaq lazım idi və bir qədər işimi asanlaşdırmaq istədim ki, süni intellektə müraciət elədim və ki, mən oradan neologizmləri versin. Və çıxartdı, çox gözəl, baxdım, təhlil, əla. Biraz dərinə getdim ki, ay Allah, bu sözlər heç burada yoxdur. Bu şiir özləri yoxdur. Sual verdik və geri dönüş oldu ki, bəşəriyyəti dağıdarsanmı? Mən sizə inanırım ki, bəşəriyyəti dağıdan çox təəssüf ki, ali varlığı, yəni məhz insanlar.